Salam, axşamınız xeyir olsun. 29 iyun 2026-cı il tarixidir. Yay fəslinin 9-cu günüdür, Məhərrəm ayının 14-cü günüdür. İyun ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsidir. Bu günümüz və eləcə də həftəmiz uğurlu başlayıb, uğurlu başa çatmış olsun. Bununla yanaşı 29 iyun günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, hələ də ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı arzu edirəm. 29 iyun günündə kimlər təhsili ilə məşğuldurlar, hər birinə can sağlığı, zehin açıqlığı arzularım, qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzularım. 29 iyun günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 29 iyun günündə kimlər xatırlanır, anılır. Hər birini xoş almağı hər birimizə arzularım. Bununla yanaşı 29 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlığı, gözəl bir gün, həftə keçirmələrini arzularım. Bununla yanaşı 29 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 29 iyun günündə də tarixi günlər vardır və 29 iyun günündə baş verən tarixi hadisələr, günlər isə bunlardır. 29 iyun 1880-ci ildə Fransa Tahitini ərazilərinə qatdığı gündür. 29 iyun 1916-cı ildə Boeing şirkətinə aid ilk təyyarənin uçuşunun baş tutduğu gündür. 29 iyun 1958-ci ildə isə demək Braziliya milli futbol komandası ilk dəfə dünya çempionu olduğu gündür. Bununla yanaşı 29 iyun günündə 1976-cı ildə Seyşel adaları müstəqillik əldə etdikləri gündür. 29 iyun günündə 1985-ci ildə Amerika Birləşmiş Ştatlarında John Lennon'un maşınının 2.229.000 dollara satıldığı gündür. 29 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Yeni Zelandiya arasında diplomatik əlaqələr qurulduğu gündür. 29 iyun 1999-cu ildə Abdullah Öcalan demək vətənə xəyanət damğası ilə edam qərarına məhkum edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.